Bizdə bir atalar məsəli var, atalar misal var. Deyir, qurunun oduna, belə deyirlər də, yaş da yandı, yaşın oduna, quru da yandı. Belə bir, bəzən yerin də dəyişirlər. Olur. Yəni insanın günahı yoxdur, insanın səhvi yoxdur, insan daima özünü doğrultmağa çalışıb. Təbii ki, bu insanlara aiddir, bu başqalarının oduna o da yanır. Elgiz Əkbər, bu kişinin günahı nə idi? Son vaxtlar doğrudan da o Elgiz Əkbər dedikodudan uzaq idi, söz-söhbətdən, qeybətdən uzaq idi Elgiz Əkbər. Ətrafına gənc musiqiçiləri toplanmışdı, bir yarışmalar edirdi, onların bir çoxunu məşhurlaşdırdı. İndi o adamlar çörək yeyir, çörək qazanır. Yer düşəndə heç Elgizi bəyənmirlər, heç yada salmırlar. Biri vardı, boyu bir tikə bu boyda bir qız var idi, gəlmişdi. Dağlardan gətirmişdilər, onu hardan gətirmişdilər. Gəldi, ağlayırdı, özünü öldürürdü. Elgiz, mən sənin yanıma gəlmişəm, nə edəcəksən, sən mənə edəcəksən. İndi deyir, mən Elgizi tanımıram. Məsəl üçün, demək istəyirəm ki, Elgiz çox adamlara çörək verdi, verirdi. Yəni son vaxtlar demək olar ki, dedikodudan uzaq idi, qeybətdən uzaq idi, çox maraqlı işlərlə məşğul olurdu. Ətrafında elə müğənnilər vardı ki, onları belə dəvət etmişdi, əyləşdirirdi ki, o adamlar doğrudan da peşəkar müğənnilər idi, amma yaddan çıxmışdılar, unudulmuşlar. Elgiz Əkbər onlara belə deyərdim ki, can verdi, qan verdi. Onlar belə oxumağa həvəsləndilər, görünməyə həvəsləndilər. Birdən, amma mən düşünürəm ki, Elgiz Əkbərlə, Elgizlə gərək işiniz olmayaydı. Elgiz, mən sizi yenidən gözləyirəm efirlərdə. Öpürəm səni. Sən mənim bir tanəmsən.